Salam hər kəsə. Mən Qalib Şıxıyev. Yeni bir layihə sizin qarşınızdayam. Bu layihə nədir? Bu layihənin ilk öncə adını sizə qeyd edim ki, Uğurun bir addımlığında qoymuşam. Niyə görə Uğurun bir addımlığında? Bir dəqiqə ölkəmizdə bir çox insanın problemlərindən biri də odur ki, yəni aid olduğu yeri tapa bilmir. Yəni uğur qazana bilmirlər. Hə, ixtisas seçirlər, sahə seçirlər və yaxud da peşə seçirlər. 4 il mi deyim, 2 il mi deyim, oxuyurlar. Amma gedirlər praktikaya. Praktikada görürlər ki, oxuduqları fərqli şeydir. Praktika müddətində gördükləri daha bir fərqli bir şeydir. Və sonra da iş tapa bilmirlər. Bunun ən böyük səbəblərindən biri odur ki, siz başlanğıcda həm ailə baskısı deyim, həm digər insanların sizə dediyi məsləhətlər ki, bu sahəni seç, məsələn deyim ki, maliyyə. Maliyyəçi ol, sonda yüksək maaş əldə edəsən və yaxud da inşaat mühəndisi ol, yüksək gəlir əldə edəsən. Yəni hamımızı bir nöqtədə belə deyim, gəlirlə aldadırlar, amma digər tərəfi görmürük. Nədir digər tərəf? Digər tərəf çətinliyidir. Yəni biz elə bilirik ki, aha mən 4 il oxudum, sonunda peşəkar bir mütəxəssis olacağam və yaxud da bu sahədə iş tapacağam, tez bir zamanda da yüksək gəlir əldə edəcəm. Və yaxud da seçirik, amma biz ora aid deyilik də. Yəni necədir? Ölkədə də bir çox gənclərdə bu problem var insanlarda. Müəllim olacaq şəxs gedir mühəndislik oxuyur. Mühəndislik olacaq şəxs gedir, nə bilim, maliyyə oxuyur və yaxud da bunun tərsi. Bu layihədə də mənim məqsədim odur ki, sizlə bir yerdə özüm də yəni aid olduğum yeri tapmaq. Çünki mən də həm bakalavrda başqa ixtisas oxumuşam, indi magistrda başqa ixtisas oxuyuram. Yəni çətinliklər çəkirəm. Aid olduğum yeri tapa bilmirəm. Bunun üçün bir yola çıxmışam. Yəni peşəkarlarla bir yerdə sizə tövsiyələr vermək, həmçinin özüm üçün də ki, maraqlı gələn suallara cavab tapmaq, həmçinin real iş mühitini çəkmək ki, yəni bax real iş mühitində belədir. Aha, seçdik, 4 ildən sonra nə görəcəyik, nə ilə qarşılaşacağıq, onu indidən hazır olaq. İndi isə bu gün seçdiyim 3 sahə haqqında danışmaq istəyirəm sizə ki, bir dəqiqə ölkəmizdə inkişaf edən sahələrdir. Niyə 3 sahə deyirsiniz? Çünki istəyirəm, yəni çox vaxt getməsin də. Yəni hər çəkiyə bir sahə salsam, bir ixtisas salsam, uzun bir vaxt alacaq və bizim üçün də bu uyğun olmayacaq da. İlk 3 sahəmiz mühasibatlıq, maliyyə və auditdir. Bu gün peşəkarları dəvət eləmişəm. Yəni hər bir sahənin mühasibatlığın, maliyyənin və auditin tanınmış ölkə üzərində tanınmış şəxslərdir. Onlarla bir yerdə sizin ağlınıza yarana biləcək və yaxud da özümdə də yarana biləcək suallara cavab tapacağıq. Yəni bura universitet seçimidir, kurs seçimidir. Yəni hansı sertifikatlar almalıyıq və ya dil biliyi, vacibliyi nə qədərdir? Yəni bunları öyrənəcəyik. Ondan əlavə bundan sonra çəkişlərim olacaq ki, universitetdə yəni hansı universiteti seçsəniz sizə uyğun olar və yaxud hansı kurs seçsəniz sizə uyğun olar. Bunları müzakirə edəcəyik. Həm gedib çəkişlər edəcəm, real iş real. Həmçində elə bu çəkiş studiyasında sizlə bir yerdə müzakirə edəcəyik. İndi hazırsınızsa ilk sahəmiz olan mühasibatlıqdan başlayaq. Görək hansı suallara cavab tapırıq. Əziz tamaşaçılar, videonun əvvəlində bildirdiyim kimi bu gün 3 ixtisasa toxunacağıq. Bu 3 ixtisasın təməli sayılan mühasibatlıqdan başlayacağıq. Mühasibatlıq dedikdə ağlımıza nə gəlir kimi suallara çalışacağıq ki, cavab verək. Kimlər mühasibə ola bilər? Mühasibatlığın çətin və asan tərəfləri nədir kimi suallara çalışacağıq cavab verək. Bilirəm ki, sizin ağlınıza yalnız 3 sualdan biri odur ki, bu yolda bizə kim dəstək olacaq? Bugünkü seçdiyimiz qonağımız bir çoxunuzun tanıdığı və ölkəmizdə mühasibatlıq dedikdə ilk ağla gələcək şəxslərdən biri Elsəvər İbadovdur. Salamlayıram sizə Elsəvər müəllim, bu gün burada görmək üçün. Aleyküm salam. Mən də hər kəsi, sizi də, komandanızı da, izləyiciləri də salamlayıram. Minnətdaram dəvət etdiyiniz. Bugünkü burada görmək mənə xoşdur. İnşallah ki, bugünküsünə ətraflı bir müzakirə aparacağıq mühasibatlıq haqqında. Ondan öncə istəyərdim ilk sizi yaxından bir tanıyaq. Tanımayan izləyicilər də sizi tanımış olsun. Çox gözəl, təşəkkür edirəm. Mən Elsəvər İbadov. Bakalavr təhsilimi Azərbaycanda İqtisad Universitetində almışam. Daha sonra magistr və doktorantura təhsilini Türkiyədə mühasibat çotu və audit ixtisası üzrə almışam. Uzun illər Azərbaycanın bir çox nüfuzlu universitetlərində mühasibat çotu elminin öyrənilməsində mənim də müəyyən payım olub.
Bu universitetlərə Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, İqtisad Universiteti, ADA Universiteti və sair universitetlər daxildir. Hal-hazırda İqtisad elmləri üzrə fəlsəfə doktoruyam və mühasibat elmi üzrə dosentəm. Və bundan əlavə olaraq peşəkar karyerama nazirliklərimizin birində maliyyə direktoru olaraq davam edirəm. Sizi yaxından tanımamağa şad oldum. Həmçinin izləyicilərə də istəyərdim özümün araşdırdığım bu gün Azərbaycanda bir çox gənclərin və yaxud da mühasibə olmaq istəyən şəxslərin ağlında yaranmış suallar var ki, onları yığmışam bir siyahıya. İstəyirəm ki, o suallara cavab tapaq sizinlə bir yerdə. İlk sualım belə deyir, sualdan daha çox konkret bir fikir deyim ki, yəni kimlər mühasib ola bilər? Mühasib olmaq üçün hansı əsas bacarıqları inkişaf etdirilməlidir ki, məsələn, abituriyent olanda şəxs mühasibatı seçəcəksə, nələri nəzərə almalıdır ki, qurtardıqdan sonra hansı asan və çətin tərəfləri var mühasibatda, onu bilməlidir. Aydındır. Ümumilikdə mühasib peşəsini seçəndə hansı istiqamətə gedəcəyini bilib seçmək lazımdır. Söhbət peşəkar bir karyeradan gedirsə, birinci ixtisas seçimindən başlamaq lazımdır. Azərbaycanda təəssüflər olsun ki, bütün abituriyentlərimiz ixtisaslar haqqında tam məlumatlı olmadan bəzən seçim eləyirlər. Yəni bir qism məlumatlı olan kütlə də var. İndiki parlaq gənclər qabaqcadan araşdıra bilirlər. Artıq internet imkanları var, araşdırma imkanları daha genişdir, süni intellekt var. Amma araşdırmadan gələnlər də çoxdur. Birinci problem burada başlayır ki, yəni bu sahənin nə olduğunu bilmədən başlayanlar var. Amma bilərək də başlayanlarımız çoxdur. İxtisas seçimində müəyyən qədər məlumatlı olur insanlar. Amma mən bundan sonra ixtisası seçəcək olan və ya bu ixtisası seçib, amma bu ixtisasda davam edim etməyim düşüncəsində olanlardan başlayacaq olsaq, mühasibatlıq belə bir sahədir ki, dəqiqliyi sevir. Sosial elmlər içərisində olan dəqiq elmlərdən biridir. Bilirsiniz ki, var dəqiq elmlər, təbiət elmləri, bir də sosial elmlər içərisində statistika, ekonometrika və mühasibatlıq qismən o kateqoriyadakı dəqiq elmlərdir. Biraz daha dəqiq elmlərə marağı olan, intellektual və analitik düşüncə bacarıqları olan və belə deyək, vahid çərçivədən kənara çıxmağı bacara bilən, daim inkişaf etməyə razı ola biləcək insanlar bu sahəni seçməlidir. Bir də müəllim, indiki aktual məsələlərdən biri odur ki, qeyri-ixtisasdan gələn şəxslər mühasibə olmaq çalışırlar və bunun üçün də müəyyən kurslar seçirlər. Günü-gündən də kurslar artır bu sahədə ki, məsələn, bir ay yarıma, 2 aya və ya 2 ay yarıma mühasibə yetişdirirlər və həmin şəxslər də nəzərə alırlar ki, mən 2 aya və ya da 1 ay mühasibatlı bitirim, sonra gedim rahat iş tapım. Yəni siz bu haqqda nə fikirləşirsiniz? Deməli, orada məsələ belədir. Əslində bir var elm sahəsi, bir də var peşə. Məsələn, tibb elmi elm sahəsidir, amma göz həkimi bir peşədir. Necə ki, tutaq ki, hüquq elmi var, amma vəkillik bir peşədir. Bunun kimi də mühasibat elmi var, bir də mühasiblik peşəsi var. Mühasiblik peşəsinin də özünün də bir çox mərhələləri var. Hansı mərhələdə olacağımıza görə, necə ki, tibb elmində hansı mərhələdə işləyəcəyimiz zaman-zaman dəyişir. Eynilə də mühasibatlıqda da bənzər yanaşma var. Söhbət peşəkarlıqdan gedirsə, köklü olaraq bu elmə sahib olmaq və bu elmi bilərək bacarıqlarımızı da işin içinə qatıb, vərdişlər formalaşdıraraq işi icra edəcəksə, bunun üçün uzun zamana ehtiyac var. Qısa zamanda mümkün deyil. Təxminən bizim universitet proqramlarımız buna çox uyğundur. 3-4 il ərzində peşəkarlıq yolunda başlanğıc olması üçün ali təhsil almaq daha doğru olar. Amma söhbət vərdişlərin yaranmasından və operator deyirik biz ona daha çox. İlkin mühasibat işlərini görməkdən gedirsə, bəli, bunun üçün 3-5 ay kifayətdir. Amma onlar işin nə etdiklərinin məğzini bilməyəcəklər. Onlar sadəcə belə olanda belə olmalıdır, A olanda belə eləyin, B olanda belə eləyin. Amma C variantında nə etmək gərəkdiyini də bilməyəcəklər. A və B-ni də niyə elə etdiklərini də bilməyəcəklər.
Sadəcə onlar məsələn bir satıcı hal-hazırda kassada bir mal satanda barkodunu oxudur, o özü də bilmədən mühasibat çotuna əslində dəstək olur. İlkin məlumat formalaşdırır. Amma o ilkin məlumat necə çota alınır, necə hesabatlara daxil edilir, o hesabatlar qərar vermədə necə bir rol oynayır, arxa plandan heç bir xəbəri olmadan əslində müəyyən mənada işin ucundan tutmuş olur. Və bunun kimi vərdişləri öyrənmək mümkündür əlbəttə. 1-2 aya mümkündür, amma söhbət peşəkar karyeradan getmir. Aydındır müəllim. Bəs belə deyək, sualın davamı olaraq, şəxslər universitet seçərkən və yaxud da kurs seçərkən nəyi nəzərə almalıdırlar? Universitet və kursların seçimində nəzərə alınmalı məqam budur ki, bizim üçün Azərbaycanda mühasibat çotu ixtisası ilə bağlı seçiləcək universitetlərdə dövlətin tədris proqramı eynidir. Bütün universitetlər təsdiq olunmuş tədris proqramı əsasında tədris həyata keçirir, amma oradakı vacib məsələ tədris mühiti və o tədris proqramının məzmununu keyfiyyətli şəkildə öyrənmək istəyənlərə çatdıra biləcək kadr potensialı var, yoxsa yoxdur. Ona görə də universitetin tədris mühiti və kadr potensialına baxmalıdır. Yəni proqram eyni olsa da biz bu gün qəbul edirik ki, Bakıda yerləşən universitetlərlə bölgələrimizdə olan universitetlər arasında ciddi fərq var. Çünki belə deyək, bu sahədə keyfiyyətli pedaqoqlar bölgələrdə yaşayıb digər işlərlə məşğul olma, qazanc səviyyəsinə görə orada olmaları daha belə deyək, çətindir orada olmaları. Ona görə də daha çox mərkəzə fokuslanırlar. Mərkəzdə isə hansı universitetlərin ki, biraz daha o təhsil mühiti daha yaxşıdır, açıq desək, maliyyə imkanları daha yaxşıdır. Onlar artıq daha yaxşı müəllimləri cəlb edə bilirlər. Və burada kiçik bir haşiyəyə çıxmaq istəyirəm, çünki bu reallıqdır. Elə bir sahədən danışırıq ki, bu dəqiqə mühasibatlıq sahəsində. Yəni bunun öyrədilməsindən qazanılan pul daha azdır, nəinki bu peşənin özü ilə məşğul olmaq. Ona görə də burada yaxşı müəllim tapmaq çox çətindir. Həm bu işi çox yaxşı biləcək. İşi çox yaxşı bilirsə, bazarda mühasib kimi onsuz da yaxşı pul qazana bilir. Niyə müəllim olsun? Daha az pul qazanmağa razı olsun. Və daha yaxşı bilməsindən başqa, daha yaxşı bilir, amma daha yaxşı öyrədə bilirmi? Bu iki bilik və bacarığı bir arada toplayan və bu şəxsləri tapıb bu akademik karyerası olan insanlarla işləyən universitetlər seçilməlidir. Bu seçimi etmək o qədər də asan deyil. Bir dəqiqə mən belə desək, peşəkar müəllimlər daha çox kurslara yönəlirlər. Peşəkar müəllimlərin kurslara yönəlməsi tendensiyası var. Bu tələb və təklif üzərində formalaşır. Az öncə dediyim əslində səbəbləri bir mənada təsdiq edir sizin bu dediyiniz. Niyə? Çünki kursda maddi təminat daha yaxşıdır müəllim üçün, qısa zamanda daha çox pul qazana bilir. Rəsmiyyət daha azdır, rəsmi məsuliyyətləri daha azdır. İmtahan kağızları, jurnal və s. rəsmi məsuliyyəti yoxdur. Elmi dərəcə tələbləri yoxdur və qısa müddətdə daha çox iş görə bilir. Hansı mənada? Çünki orada öyrənmə istəyi olan və müəyyən mənada təhsil və təcrübəsi olan insanlar öyrədiləcəyi üçün orada gələn dinləyicilərin də məqsədləri və onların düşüncə tərzləri də fərqli olur deyə oradakı qısa müddətdə effektivlik yüksək olur. Həm gələn, həm də öyrədən tərəflər orada daha keyfiyyətli olanlar bir araya gəlir. Aydındır müəllim, sizin bu cavabınız mənə, yəni ki, tamaşaçılar üçün də xeyir olacağı fikirləşirəm. Keçək istəyirsinizsə növbəti sualımıza müəllim. Növbəti sual budur ki, yaxşı bir mühasib olmaq üçün hansı proqram təminatı deyim, yerli və xarici sertifikatlar almağa üstünlük verməlidir. Həm proqram öyrənmək, həm yerli və xarici sertifikatlar almaq. Gəlin başda bunu qəbul eləyək ki, peşəkar mühasib karyerasını tənzimləyən ayrıca standartlar var. Biz elə bir peşədən danışırıq ki, bizim beynəlxalq standartlar var, hansı ki, uçotun necə aparılması ilə bağlı olan yox. Bir mühasib necə yetişməlidir? Bir peşəkarlıq yolu necə olmalıdır? Bir mühasibin hansı bilik və bacarıqları olmalıdır? Bunu tənzimləyən dünyada artıq standartlar var. International Accounting Education Standards var və həmin standartlar mərhələli şəkildə mühasibin hansı bilik bacarığa sahib olmalıdır və növbəti illərdə özünü necə inkişaf etdirməlidir? Bunlar hamısı artıq var. Biz çalışmalıyıq ki, öz tədris proqramlarımızı buna uyğun quraq və sizin sualınıza konkret cavablamağa çalışsam, həmin bilik bacarıqlar içərisindəki ən vacib məsələlərdən biri də analitik düşüncə, riyazi biliklər, ünsiyyət və kompüter bilikləri olması
Çünki indiki zamanda mütləq o bilikləri əldə etməlidir. Bundan əlavə olaraq mühasib peşəsində etika kodeksləri çox yüksək səviyyədə olmalıdır. Çünki burada subyektivlik və ya şəxsi qərarlar əhəmiyyətlidir. Ədalətli təqdimat üçün mühasiblər üçün sadəcə bilik, bacarıq yetərli deyil. Onların belə deyək, öz xarakterləri də olmalıdır. Necə ki, bir hakim olmaq üçün hüquq biliyi kifayət deyil. Həm futbol hakimi, həm hüquqda olan hakimlər üçün, eynilə də maliyyəçi və mühasiblər üçün də müəyyən bir etika çərçivəsi mövcuddur. Bəs müəllim, sualı biraz daha aydın cavab versək. Yəni, hansı proqramları öyrənməlidirlər? Hansı sertifikatlar almaq üstünlük verməlidirlər? Proqram təminatı baxımından mütləq fundamental office proqramlarını çox yaxşı bilməlidirlər, başda da Excel olmaqla. Daha sonra isə mühasibatlıqla bağlı spesifik proqramlar. Məsələn, Azərbaycan bazarı üçün birmənalı 1S-ni öyrənə bilərlər. Bundan əlavə bəzi böyük şirkətlərimizdə SAP proqramını öyrənə bilərlər. Sinan proqramı var, dövlət dəstəkli və sair bu kimi proqramı bilməlidirlər. Amma beynəlxalq kvalifikasiyaların burada rolu çox böyükdür. Mühasibatlıq sahəsində ən populyar və geniş yayılmış ACCA beynəlxalq kvalifikasiyasıdır, CIMA-dır, CFA-dir. Bu kimi kvalifikasiyalar karyeranın sürətli irəliləməsində ciddi rol oynayır. Amma yerli kvalifikasiyamız da artıq var. Bu isə peşəkar mühasib sertifikasiyasıdır. Bunu da dövlətin həm tələbidir, həm də insanlar özü də tələb olmadan da bu dərəcələri əldə etməklə karyeralarında sürətli inkişaf edə bilərlər. İndi uyğundursa növbəti suala keçək. Buyurun. Günümüzün ən böyük problemlərindən biri olan mühasibatlığı əsasən vergi ilə tuturlar. Yəni maliyyə hesabatları kənarda qalır, vergi daha çox önə çəkilir. Və bir çox mühasibin demək olar ki, 70-80%, yəni yeni başlayanlar və ya 1-2 il işləyənlər maliyyə hesabatlarından demək olar o qədər də bilikləri yoxdur. Əsas vergi hesabatları, vergi verilsin. Çünki şirkətin qorxduğu nədir əsas? Vergi problem yaşamasınlar ki, daha sonra daha yaxşı belə deyim olsun. Amma maliyyə hesabatları nəzərə almırlar. Bunun nəticəsində şirkət daha çox qabağa gedə bilmir. Bu haqqda istəyirəm sizin ətraflı danışın. Çox vacib bir məqama toxunursunuz. Deməli, dünyada belədir. Mühasibat elminin 2 fundamental qolu var. Bunlardan biri maliyyə otçotudur, biri idarəetmə otçotudur. Amma inkişaf etməkdə olan ölkələrdə isə maliyyə otçotu ilə idarəetmə otçotuna paralel olaraq vergi otçotu da ayrıca otçot segmenti kimi qəbul edilir ki, Azərbaycanda da bu belədir. Bu fikrin bəlkə müzakirə obyekti olacaq, amma mənə görə mühasibat otçotu elminin vergi otçotu deyə bir qolu yoxdur. Ümumiyyətlə, vergi otçotu deyə ayrıca bir yanaşma yoxdur. Elə bir otçot yoxdur. Söhbət nədən gedir? Bəs vergi otçotu deyəndə nəyi nəzərdə tuturlar? Sizin bayaq dediyiniz vergi məcəlləsinin tələblərinə uyğun olaraq İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə verilən məlumatların təqdim edilməsidir. Məsələ niyə bəs vergi uçotu hətta bəzi dünyada yoxdursa və ya ayrıca bir uçot kimi qiymətləndirilmirsə, bu mənada yoxdur deyirəm. Bəs niyə bu qədər ön planda olur? Ona görə ki, uzun illərdir ölkəmizdə maliyyə uçotu olmadan vergi uçotunun lokomotivliyinə əsasən formalaşıb mühasib peşəsi. Yəni sahibkarların əsas marağı bundan ibarət olur. Mühasib şirkətlə vergi xidməti arasında problem olmasın. Bu işləri həll edən bir adam olub. Ona görə də vergini bilmək məcburiyyətində olub. Sahibkarlar maliyyə uçotunun ona nə qazandıracağının fərqində olmadığı üçün və bu rəqabət olmadığı üçün onlar məcbur olduqları hissəyə yalnız fokuslaşıblar və bayaq dediyimiz kimi tələb təklif məsələsinə görə də, yəni tələbat ona olduğuna görə bizim mühasib deyə adlandırdığımız insanlar, vergi hissəsini bilən insanların hamısını biz mühasib adlandırmışıq. Halbuki olması gərəkən nədir? Maliyyə uçotu qurulmalıdır müəssisədə. Həmin maliyyə uçotunda olan bazadan, həmin məlumatlardan vergi məcəlləsinin tələbinə uyğun vergi hesabatları verilməlidir. Yəni var olan məlumatlardan seçilib ora təqdim olunmalıdır. Bizdə isə tərsinə edilir. Vergiyə təqdim etmək üçün formalaşdırılır müəyyən məlumatlar və təqdim edilir, ondan iş bitir. Əlbəttə söhbət kiçik sahibkarlıqlardan gedir, orta, hansı ki yüksək hədəfi olmayan sahibkarlıq subyektlərindən. Amma yüksək hədəfi olan sahibkarlıq subyektlərimizdə artıq çox gözəl maliyyə uçotu sistemi var, beynəlxalq standartlara uyğun və onlar artıq bunun fərqindədirlər, bunu ayrı-ayrı aparırlar. Aydındır, müəllim. Sonda sizdən belə bir sual vermək istəyirəm ki,
mühasibatlıq sahəsini maraqlı edən nədir? Yəni bu sahəni niyə sevməlidirlər və sonda bu sahəni seçəcək şəxslərə ən vacib tövsiyələriniz nədir? Bu sahəni sevmək üçün öncə kökdən öyrənmək lazımdır. Yəni elmin özünü biraz bilmək lazımdır. Elmi biləndən sonra təcrübə keçmək lazımdır. Altı dolu olan doğru dildə desək, bir təcrübə müddətində bu elmi sevmək mümkündür. Amma nə etdiyimizi bilməsək, biraz sevmə ehtimalımız azalır. Bundan əlavə doğru insanlardan, o işi sevdirə biləcək insanlardan öyrənmək də sevməyə kömək eləyə bilər. Amma insanın biraz da xarakteri bu işə uyğun olmalıdır. Yəni biraz daha oturaq işdir, biraz daha çılğın, gəzməyi sevən, bir yerdə otura bilməyən insanlar üçün biraz daha çətin bir işdir. Və ya yalnız tapşırıq icra edən insanlar üçün də çətindir. Çünki burada biraz daha təhlil edə bilmə qabiliyyətin olmalıdır. Ona görə bu xüsusiyyətləri də özündə görən insanlar bu işi sevmə ehtimalları var. Amma geniş prizmadan yanaşsaq ki, yalnız mühasib peşəsində yox, başqa peşələri də insanlar necə sevir? Yəni belə bir məşhur ifadə var: ya biz öz hobbimizi işimizə çevirməliyik, ya da işimizi hobbi kimi yanaşmalıyıq öz işimizə və o şəkildə sevməliyik və o işdən bezməməliyik. Yəni rutindən biraz daha kənara çıxıb öz karyerasında mərhələ-mərhələ yüksələn insanlar düşünürəm ki, uğur qazana bilərlər bu sahədə. Əlbəttə bu biraz da belə deyək, insanın xarakteri ilə bu peşə arasındakı frekansdan asılı olacaq səbəblərdir. Və son olaraq nə tövsiyələrim olardı? Mühasib olacaq şəxslər başdan qəbul etməlidirlər ki, onlar ədalətli təqdimat vurğunu olmalıdırlar. Yəni onlar tərəfsiz olmalıdırlar. Mühasibat sotunun fundamental konseptual əsasları onların xarakterində varsa, bu işi onları görmək onlara daha rahat olacaq. Yəni tərəfsiz olmaq deyəndə nəyi nəzərdə tuturam? Yəni nə sahibkarın, nə işçinin, nə dövlətin tərəfini yox. Olması gərəkən nədirsə, ən doğru nədirsə, o doğru bildikləri istiqamətdə getməyi bacarmalıdırlar və belə deyək, rəqəmlərlə işləməyi çox sevməlidirlər. Aydın oldu müəllim sizin fikriniz. Məncə bir çox insana da dəstək oldunuz bu gün. Həm mənə, çünki özüm də mühasibatlı seçmiş şəxslərdən biriyəm. Seçərkən ağlımda o qədər sual var idi, cavab verəcək şəxs tapa bilmirdim. Yəni sualımı verim, cavab alım. Kaş ki deyirdim ki, yəni bir şəxs ola oturam ona qarşı sual verəm ki, mən özüm mühasib ola bilərəmmi, yoxsa yox. Mənim kimi bəlkə də ölkədə bir minlərlə, 10 minlərlə şəxs var ki, mühasibatlıq seçən. Bu problemlə yaşayırlar. Yəni ki, bugünkü çəkilişimiz mühasibatlıqla bağlı bir çox insana dəstək olduğunu düşünürəm. Sizi də bu gün burada görmək, bu layihədə görmək mənim üçün xoş oldu. İnşallah qismət olarsa növbəti layihələrdə artıq real iş mühitini insanlara çatdırarıq ki, işlər necə gedir, mühasib gündəlik nə işlər görür kimi fikirləri artıq cavab verə bilək. Günlük bu qədər. Sizi görmək məndən xoş oldu. Təşəkkür edirəm. Çox gözəl suallar qoymuşdunuz ortaya. Çox vacib məqamlardan bəhs elədik. Təşəkkür edirəm şərait yaratdığınız üçün. Əziz bu videoyu izləyən şəxslər, artıq biz mühasibatlıq haqqında ilkin bilgilərə sahib olduqsa, növbəti sahəmizə keçə bilərik. Bu sahə maliyyədir. Maliyyə sahəsi ölkəmizdə günü-gündən inkişaf edən və daha çox tələb olan sahələrdən də biridir. Bilirəm ki, bir çoxunuzun ağlında belə bir sual var ki, biz necə yaxşı peşəkar maliyyəçi ola bilərik və yaxud da maliyyəçi olmaq üçün hansı proqramları yaxşı bilməliyik, hansı sertifikatlara sahib olmalıyıq. İlk öncə istəyərəm sizi bugünkü qonağımızı təqdim edeyim. Bugünkü qonağımız bir çox yerli və xarici şirkətlərdə maliyyə direktoru vəzifəsində çalışmış Namiq Əlizadədir. Namiq müəllim, sizi burada görmək mənim üçün xoşdur, həmçinin tamaşaçılar üçün də. Hər vaxtınız xeyir olsun. İlk öncə Qalib bəy təşəkkür edirəm dəvətiniz üçün. Təbii ki, biz də çalışacağıq ki, maksimum öz bilik və təcrübələrimizi dostlarımızla bölüşək. Namiq müəllim, istəyərdim ilk öncə sizi yaxından bir tanıyaq, daha sonra suallar. Mən Əlizadə Namiq Zahidoğlu, özüm iqtisadçıyam, iqtisad üzrə fəlsəfə doktoruyam. İqtisad Universitetində magistraturasında tədris edirəm, müəllim kimi fəaliyyət göstərirəm
maliyyə və maliyyə menecmenti sahələrindən tədris edirəm. Eyni zamanda müxtəlif şirkətlərdə maliyyə konsultantı kimi çalışıram. İndi isə növbəti suallar deməyim, özümü araşdırdığım və bu gün ölkəmizdə maliyyə sahəsi seçicək şəxslərin yaşadığı problemləri bir suala yığmışam. İstəyirdim ona Buyurun. istəməklə cavablayaq. Buyurun, təbii ki, maksimum çalışacağıq ki, daha ətraflı və istiqamət verici bir fikirlər olsun. Təbii ki, suallarınızı verə bilərsiniz. Belədir, ilk olaraq belə başlayaq ki, kimlər yaxşı maliyyətçi ola bilər? Yəni karyerasında yüksəlmək istəyirlərsə, abituriyent səviyyəsindən götürüm, tələbə səviyyəsindən hansı şəxsi xüsusiyyətlərin belə deyim, artırmalıdırlar. Bura dəqiqliyi deyim, analitik düşüncə deyim. Bundan əlavə bəzi maliyyəçilər var ki, maliyyəçi olmaq istəyən şəxslər var ki, qeyri-ixtisaslardan gəlirlər. Təbii. Onlarda belə bir sual yaranır ki, mən oxuduqdan və yaxud da kurslara getmək, universitet seçmək, magistr səviyyəsində deyim də, qurtardıqdan sonra maliyyəçi ola bilərəmmi? Siz bu haqqında nə düşünürsünüz? Təbii, sual aydındır. Bu ümumiyyətlə iki yerə bölürəm bunu mən. Bir, ümumiyyətlə insanın öz xarakterinə görə bölürəm. Bu hətta uşaqlıqdan gələn bir xarakterə görə bölürəm. Bir də təbii ki, sonrakı dönəmdə bunun ixtisas seçiminə görə bölürəm. Birinci, mənə görə bir şəxsin gələcəkdə maliyyətçi olması üçün mütləq tələbdir ki, onun riyazi bilikləri yaxşı olmalıdır. Yəni adamın hesablamaya marağı olmalıdır. Məsələn, elə bir şəxslər var ki, bunlar humanitar fənə daha maraqlıdır. Dəqiq elmlər deyəndə, bizim üçün dəqiq elm deyəndə daha çox riyaziyyatdan gedir söhbət. Təbii ki, kimya, fizika bunları mən ora qatmıram, riyaziyyatı qatmıram. Çünki sənin riyazi təfəkkürün və riyazi biliklərin yaxşı olduqda fizika, kimya çox rahatçılıqla mənimsəyə bilirsən. Bir, ümumiyyətlə riyazi biliklər daha yaxşı olmalıdır. Əgər sən gələcəkdə bir iqtisadiyyat sahəsini seçirsənsə, ələxüsusda onun içindən maliyyədir, mühasibatdır, auditdir, statistikadır, hansı ki bu sahələri seçirsənsə, önəmlidir ki, sənin riyazi biliklərin yaxşı olmalıdır. Riyazi biliklər yaxşı olandan sonra digəri bunun xarakteri xüsusiyyətinə bağlıdır. Yəni, hər hansısa bir şəxs əgər sakit təbiətli insandırsa, daha çox səbirlidirsə, çox da ünsiyyətə meyilli deyilsə, bunun üçün daha yaxşı olar ki, rahat otursun, riyazi bilikləri var, bir analizlər eləsin, təhlil eləsin və eyni zamanda bunun ümumiyyətlə analitik düşünmə qabiliyyəti daha yaxşıdırsa, bax bu şəxslər gələcəkdə iqtisadiyyat və daha çox ixtisaslaşmasını maliyyə və mühasibatlığı seçə bilər. Bu ilkin mərhələdir. Yəni deyək ki, orta məktəb səviyyəsində olan bir şəxs gələcəkdə öz ixtisas seçimini edəsi olsa və gələcəkdə bu sahəyə maraq olsa, bu bilikləri varsa da bu maliyyə mühasibatlığı sırf iqtisadiyyatın maliyyə mühasibatlığını seçə bilər. Yox, əgər həmin şəxsin daha çox dinamikdir, daha aktivdir, ünsiyyətə meyillidir, adam danışığa meyillidir, bu tip adamlar, yəni bu xarakterdə olan şəxslər daha yaxşı olar ki, iqtisadiyyatı seçə bilər. Daha çox bu mənim üçün marketinq, satış, deyək ki, PR, bu sahələrə uyğun gələn bir şəxsdir. Ümumiyyətlə mən həmişə universitet vaxtı, hətta özüm universiteti bitirdikdən sonra bir ixtisaslarda ikinci qrup bizim vaxtımızda əvvəl iqtisadiyyat profili idi. Yəqin deyəsən yenə də elə həminki ikinci qrup gedir. İkinci qrupun ixtisaslarını analiz eləyəndə, məsələn, orada bir çox ixtisaslar var da. Mənə görə orada cəmi 2 dənə əsas ixtisas var. Bir, ixtisas maliyyə mühasibatlıqdır. Yəni bildiyimiz maliyyə, mühasibat, audit, statistika bunları bir kompleks ayıram. Yəni maliyyə mühasibatlığın tərkibində olan. İkinci ixtisas da mənim üçün orada coğrafiya müəllimliyidir. Digər ixtisaslar sadəcə sonradan yaranan bir adlardır. Məsələn, yəni nəyi demək istəyirəm? Demək istədiyim odur ki, hər bir şeyi biz seçim etdiyimiz zaman mütləq onu ölçülə bilən bir şeyə gətirib çıxartmalıyıq. Məsələn, deyək ki, mən mühasibatlığı bitirdim və sonda bilirəm ki, mən artıq bir peşəyə sahib oldum, mühasib və otururam, mühasib işi nədir? Bunun vəzifə öhdəliklərini müəyyən edirəm və ona uyğun işləyirəm.
Deyək ki, götürək maliyyə də eyni ilə və eyni zamanda coğrafiya və yaxud da coğrafiya müəllimliyi də eyni ki, sən müəllimsən, pedaqoqsan, gedirsən coğrafiyadan tədrisini edirsən. Amma orada müxtəlif sahələr var ki, təbii ki, bunu digər sahələrdə təhsil alan yoldaşlarımız şəxsi algılaması. Məsələn, deyək iqtisadiyyatın hüquqi tənzimlənməsi bir ixtisas olaraq yekunda mən nə olacaq? Bax bu sualı verəndə mənim üçün o adam sonda ya maliyyəçi olmalıdır, ya mühasib olmalıdır. Yəni bu ya plana getməlidir, büdcə plan və s. Yəni ixtisaslar o sahə üzrə daha çox köklü ixtisas maliyyə və mühasibatlıq. Sonralar yaranan müəssisə adlara görə müəyyən ixtisaslar artır, genişlənir, daha çox belə deyək də xırdalanır. Ona görə hə, təbii ki, müxtəlif adlar çıxır. Bu bir, universitet təhsili üçün. İkinci məsələ, gələcəkdə bir şəxsin maliyyəçi və yaxud da mühasib olması mütləq deyil ki, bu iqtisadiyyat profilini oxusun. Təbii ki, daha yaxşı olar ki, iqtisadiyyat oxusun. Hətta bizim Maliyyə Nazirinin sifarişindən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşəkar mühasib sertifikatı üçün elə bir tələb yoxdur ki, o mütləq iqtisadiyyatı bitirsin. Önəmli olan odur ki, onun ali təhsili olsun və o imtahana çox rahatçılıqla girə bilər. Ali təhsili də olmasa müəyyən iş təcrübəsi olmalıdır, ona uyğun. O da təbii ki, analiz olunur, yoxlanılır və ondan sonra təbii onu da imtahana buraxılır. Bu dövlət imtahanı tərəfindən aparılan bir qeydiyyatdır da formasıdır. Ona görə gələcəkdə bir şəxsin maliyyəçi olmaq və yaxud da mühasib olmaq və yaxud da auditor olmaq bu kimi auditor biz ümumiyyətlə auditor özü geniş mənadadır. Auditor dediyimiz bir şey sırf maliyyə auditoru deyə bilərik. Çünki auditor hər hansısa bir ixtisasla bağlı peşəkar mütəxəssisdir. Bu auditorun anlamı bu mühəndislik ola bilər, bu hansısa bir kimya sahəsində də ola bilər, bu hansısa bir tarix sahəsində də ola bilər, bu hansısa bir keyfiyyət idarə etmə sistemindən də ola bilər və eyni ələlxüsusda ən vacibi maliyyə auditidir. Biz ona görə maliyyə auditi olacaq şəxslər bunun ixtisasla o qədər də birdən-birə birbaşa əlaqəsi yoxdur. Amma təbii ki, iqtisadiyyat profilindən gələn şəxslərin artıq bir var sən bakalavrdan davamlı şəkildə bu terminlərlə işləyirsən, özünün ixtisasın sırf maliyyə, mühasibatlıq olur, iqtisadiyyat olur, iqtisadiyyatın ümumi baza tənzimlənməsini müəyyən edirsən, mahiyyətini anlayırsan, maliyyənin mahiyyətini anlayırsan, deyək ki, məsəl üçün vergi qoymanın mahiyyətini anlayırsan. Bax, bunlar hamısı inzibatçılıqdan başlayır da, yəni sənin biliklərin. Təbii ki, bununla, bu şəxslə hansısa bir qeyri-ixtisası şərti olaraq universitetin, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən şəxslə sənin gələcək biliklərin eyni ola bilməz. Mən demirəm, tarixi bitirən yaxşı maliyyətçi ola bilməz, ola bilər. Amma bunu bir ölçüyə salsaq ki, 10 maliyyə ixtisasını bitirən şəxsin 5-i gələcəkdə yaxşı maliyyətçi ola bilər, ehtimalı var, çoxdur, yüksəkdir. Amma 10 tarixi bitirən şəxsi maliyyə sahəsinə yönləndirsək, ondan biri, ikisi yaxşı maliyyətçi ola bilər. Mən burada yerli və xarici sertifikatdan önəmi nədir? Ümumiyyətlə, o artıq bizim təhsildən sonraki dönəmlərimizdir. Çünki birinci bizim təhsilimiz müəyyən olunmalıdır. O sahə üzrə bir içimizdə istək olmalıdır. Xarakter xüsusiyyətlərimiz o sahəyə uyğun olmalıdır. Biz özümüzü bu sahədə, maliyyə və mühasibatlıq sahəsində tapdıqdan sonra təbii ki, digər beynəlxalq və ya yerli tələb olunan sertifikatların alınması sənin gələcək karyeran üçün çox önəmlidir. Məsələn, bir mənalı şəkildə elə sertifikatlar var ki, beynəlxalq sertifikatlar, siz onları aldığınız zaman artıq bu eyni dildə danışmağa bənzər də. Misal üçün, məsələn, bizim hansısa bir maliyyə mütəxəssisinə ehtiyacımız varsa və həmin maliyyə mütəxəssisinin peşəkar mühasib sertifikatı varsa da, artıq mən onu dərin sorğu-sual eləməyimə ehtiyac yoxdur. Mən deyək ki, bir maliyyə müdürüyəm və işçi axtarırıq və onu baxıram ki, ACC üzrə müəyyən level sertifikatları var, eyni zamanda Azərbaycan Respublikasının tələb elədiyi peşəkar mühasib sertifikatı var. O zaman mən onun maliyyə və deyək ki, vergi ilə bağlı bilikləri mənə təxmini bəlli olur ki, bunun hansı bilikləri var və mən artıq onu çox da dərin sorğu-sual eləmirəm. Çünki o imtahanları keçibsə, artıq bunun lazım olan kifayət qədər baza və hətta baza yox, bazadan artıq bilikləri olduğunu müəyyən edirəm. Bir də var, düşünün ki, gələn zaman bu sertifikatları olmadığı zaman artıq mənə sual yaradır da.
Çünki sertifikatın verilməsi özü bir bəlli bir mərhələdir. Bu mərhələnin özü birinci mərhələ bunun təhsilidir. Yəni təlimini keçirsən, təhsilini alırsan. İkinci mərhələ bunun imtahanıdır. Və təbii ki, hər imtahana daxil olan deyək ki, nəticə ala bilmir. Nəticə alır, daha dəqiq desək, yaxşı nəticə alanmır, mənfi nəticə də ala bilər, müsbət nəticə. Bu təxmini ortalama ilə 50-50-yə bir bölgüdədir. Ona görə bu şəxs əgər bu sertifikatları alıbsa, demək mənim üçün bəllidir ki, bunun ümumilikdə maliyyə və mühasibatlıq sahəsində hansı bilikləri və bacarıqları bu öyrənib. Ola bilər bu gün təcrübəsində olmayıb, amma gələcəkdə mən əminəm ki, onun nəzəriyyəsini bilirsə, onu mütləq şəkildə öz işinə tətbiq eləməyi daha rahat olacaq. Nəinki, deyək ki, bunun nəzəri, biliyi olmayan şəxs. Bəzən bizə deyirlər ki, məsəl üçün, mühasibat və maliyyə praktik bir şeydir. Mən gəlməliyəm, işi görməliyəm, öyrənməliyəm. Okey, razıyam. Mən təbii ki, niyə praktik, yəni təcrübəyə dayanıqlıdır? Ona görə ki, ümumiyyətlə maliyyə mühasibatlıq sahəsi özü peşədir. Peşə mütləq tələb eləyir ki, sən onu davamlı şəkildə edəsən. Hərəkətini özün eləyəsən. Tuta bildiniz? Məsələn, deyək ki, bir mühəndis, bunun ən bariz nümunəsi məsələn mühəndis. Mühəndis gedib hansısa bir, deyək ki, tikinti mühəndisi gedib tikintinin içərisində özü olmasa, o gələcəkdə yaxşı mühəndis ola bilməz. Amma qayıdırıq. Mühəndisin nəzəri bilikləri olmasa ki, tökülmüş betonun qalınlığı nə olmalıdır, hansı biz deyək ki, sementdən istifadə eləməliyik, quruma dövrü nə qədər olmalıdır. Bunun nəzəri tərəfini bilməsə, o gedib orada öyrənə bilməz. Öyrənər, amma uzun zamana. Bir. İkinci, öyrənər, amma kiminsə ağzından öyrənər. Sabah situasiyada bir dəyişiklik olanda o çaşbaş qalacaq. Amma nəzəri dayanıqlı biliklərin olanda artıq sənin öyrəndiyini tətbiq eləmək daha rahat olur. Maliyyə mühasibat sahəsi eynən mühəndis kimi bir sahədir. Yəni peşədir. Sən bunun nəzəri, məsələn, sən nəzəri bilməsən ki, debitor borcu mahiyyəti nədir? Sənə işdə onu öyrətsələr, sabah elə bir xarakterdə qarşına bir debitor borcu çıxacaq, sən çaşırsan ki, görürsən bu nədir belə. Demək sən artıq debitor borcu mahiyyətini anlamalısan ki, mövzu burada nədən gedir. Aydın oldu mu? Ona görə mütləq bunun nəzəri tərəfi elə bağlıdır praktikaya. Sən nəzərini öyrənsən, praktikanı həyata keçirmək mühasibatlıqda daha rahatdır və daha asandır. Belə Buyurun. deyək də müəllim, bu dövrdə ən çox maraq çəkən bir şeylərdən biri də 2-3 ayda peşkar deməyim də orta səviyyəli maliyyəçi yetişdirirlər kurslar. Siz bu yanda nə fikirləşirsiniz? Yəni kurs seçmək yoxsa Maraqlı mövzuya üç toxundun. ay 2-3 aya 36 saat və ya da 40 saatda siz maliyyəçi 2-3 aya təbii ki, maliyyəçi yetişdirmək, mühasib yetişdirmək mümkün deyil. Çünki məsələn nəzərə alsaq, maliyyə standartları və digər tərəfdən deyək ki, ölkə qanunvericiliyi, vergi siyasəti davamlı dəyişir. Demək elə çıxır ki, sənin davamlı bu yeniliklərə açıq olmasan və davamlı bunu yeniləməlisən. Həm maliyyə tərəfdən, standartlar tərəfdən, həm deyək ki, dövlətin vergi siyasət tərəfdən. Ona görə burada 2-3 aya yetişdirmə mövzusu ola bilməz. 2-3 aya deyilən kurslar var, ola bilər fundamental müəyyən informasiyalar verir, baza bir informasiya öyrədir, amma bir maliyyəçinin, yaxşı maliyyəçinin formalaşması mənə görə, mənim öz təcrübələrimə görə 5 ilin üzərindədir. Və bu da hətta bizim peşəkar mühasib sertifikat tərəfindən tələb olunan qaydalardan biri sırf ixtisası olmayan şəxslərə aiddir. Onlara qoyulan qismən belə bir ağlımda qaldığı qədər, belə bir dövrdür. Çünki ümumiyyətlə bir yaxşı maliyyəçinin formalaşması üçün mütləq yaxşı mühasib olmalısan. Bir yaxşı mühasib də formalaşır 3 il ərzində. Yəni bu həm maliyyənin baza biliklərini öyrənir, maliyyə çotu dediyimiz bir şeyi, həm vergi qoymanı öyrənir, eyni zamanda davamlı vergi hesabatları var, hesabatlıq sistemi. Siz dediyiniz o 2-3 aylıq kurslar əslində bir şəxsin sadə bir mühasib
Hətta deyərdim kiçik mühasib köməkçisi olması üçün. Hə, bu adam birbaş sıfırdan gəlir müəssisəyə. Qaimə nədir bunu bilmir. Bir də var ki, o kursda artıq sən qaimə bilirsən nədir? Məsələn, verginin şəxsi kabineti bilirsən nədir? Təxmini müəyyən edirsən ki, maliyyə uçotunda aktiv deyəndə biz nələr aktiv kimi qəbul edə bilərik, nələri biz borclanma kimi qəbul edə bilərik. Bu şeylərə hə, ola bilər 2-3 ay olar. Amma bir yaxşı 3 aya gəlsən mühasib ol, bu yəni ağla sığılan bir dövr deyil. Hətta mən deyərdim ki, bir ilin üzərində olsa da belə yenə də yaxşı. Bunun üçün böyük bir zaman lazımdır. Məsələn, sadə bir şey deyim. Mən bəzən kurslarımızda bizim təlimlərə gələn yoldaşlar olur, bəzən universitet tələbəsi olur. İqtisadiyyatda təhsil alır, ikinci kursda. Mən onunla danışanda görürəm ki, bu hələ fundamental iqtisadiyyatın özünün mahiyyətini anlamır. O normaldır da, adam 11 illiyi təzə qutarıb, gəlib hələ ixtisasa addım atmayıb, indi ola bilər həvəsdir, gəlir, öyrənmək istəyir. Amma onun ümumiyyətlə bir yaxşı mühasib olmaq təkcə axı maliyyənin əməliyyatlarını bilməklə deyil. Burada böyük kompleks iqtisadi biliklər olmalıdır. İqtisadiyyatın ümumiyyətlə ölkə iqtisadiyyatının, iqtisadiyyatın tənzimlənməsinin, vergi siyasətinin, vergi qoymanın məqsədi, bunun inzibatçılığı, mahiyyəti bunlarla bağlı. Hə, rutin bir işi aparmaq üçün 5 ay, 6 ay müəyyən bir hesabatı hazırlaya bilərsən, verə bilərsən. Təbii ki, bunu eləyə bilərsən. O da yaxşı riyazi təfəkkürü olan, öyrənməyə həvəsi olan, gecə-gündüz o 3 ay, 4 ay yaxşı oxuyan, həvəslənən. Hə, təbii ki, onlar müəyyən bir baza bilikləri olar. Amma bu istər-istəməz iş həyatına girəndə, iş həyatında müxtəlif sənaye sahələrindən görüşəndə baxacaq ki, heç də elə də asan deyil. Və yaxud da baş verən hadisələr hər zaman eyni şeyi təkrarlamır. Demək ki, burada təkcə sənin biliklərinlə yanaşı, sənin özünün analitik düşünmən və öz yanaşmaların da olmalıdır. Bunu anlamalısan fəlsəfəsini, ümumiyyətlə bütövlükdə maliyyə və mühasibatlığı. Mən belə görürəm ki, artıq bir çox insan ağlında yarandı ki, kimlər maliyyəçi ola bilər? Sizin bu dəyərli fikirləriniz Təbii. əsasına sonra. İndi sizə belə bir sual yönəldirmək istəyirəm ki, Buyurun. artıq biz baza biliyini öyrəndik. Hansı universitet Bəli. seçərkən, kurs seçərkən deyim, Bəli. yaxud da xarici və yaxud da yerli sertifikatlar alarkən nəyə nəzərə Bəli. almalıdırlar onu öyrəndik. Bir çox insanın indi ağlında olan suallardan biri də odur ki, maliyyəçi gündəlik nə işlər görür? Maliyyəçi əsasən yaxşı maliyyəçinin işi müəssisənin sahib olduğu real pul vəsaitini ən azı saxladığı dönəm ərzində onun öz gücünü pul olaraq saxlasın və daha yaxşı yatırımlar eləsin. Bax, maliyyəçinin işi budur. Yəni düzgün investisiyalara o pulu yönəltsin və qısa zaman ərzində o pulun dəyərini daha da çoxaltsın. Bu maliyyəçi. Amma biz bu günləri maliyyəçinin daha çox hesabatlılıq tərəfini görürük. Təbii ki, müəssisədə baş verən bütün maliyyə qeydlərini, baş verən bütün maliyyə təsərrüfat hadisəsinə təsir eləyən hadisələrin ardıcıl, fasiləsiz qeydiyyatına aparılmasını təmin eləməlidir və o hadisələrin nəticəsində yaranan bir müəssisənin mövcud maliyyə nəticələri və vəziyyətinin raporunu, hesabatlığını çıxartmalıdır və rəhbərliyə təqdim eləməlidir. Yəni, ümumilikdə götürdükdə müəssisənin bütövlükdə maliyyə strukturu, hansı ki, onun tərkibinə mən daxil edirəm maliyyə büdcə planlama sistemini, mən daxil edirəm maliyyə hesabatlıq sistemini, mən daxil edirəm mühasibatlıq və rəsmi qeydiyyat şöbəsini və yaxud da departamentini. Bunların işi önəmli olan odur ki, elə bir sistem qursun ki, həmin o olacaq müəssisənin maliyyə vəziyyətini həmin o maraqlı tərəflərə təqdim edə bilsin. Və təbii ki, qoyulmuş qaydalarla, hansı ki, maliyyə sistemi, maliyyə standartları əsasında, elə bir əməliyyatlar ola bilər daxili standartlar əsasında və vergi sistemi də təbii ki, vergi məcəlləsinə uyğun olaraq aparılan hesabatlıq sistemindən təmin eləsin o maraqlı tərəfləri. Aydındır müəllim. İndi isə sizə bir növbəti bir sual yönəldirmək istəyirəm. Məsələn, bir şirkət üçün maliyyə planı hazırlayarkən əsas nəyə diqqət edirməlidirlər? Mən həmişə çalışdığım şirkətlərdə, bir çox böyük yerli şirkətlərdə çalışmışam və bunların içindən böyüklərdən biri də Azərsun Holdinq olub.
Mənim hər zaman prioritet olaraq planlama və büdcə departamentindən istəyim olub ki, gerçəklərə uyğun, yəni reallığa uyğun plan müəyyən olunmalıdır. Əgər bir plan real mövcud imkanlarla uzlaşmırsa, sadəcə xəyallarla qurulursa, bu təbii ki, real işə çox mənfi təsir edir. Əgər bir rəhbər deyirsə, bizim satışımız bu il 1 milyon olacaq, amma bu il ərzində cəmi deyək ki, bu 500 min satış edib, növbəti ilə planlayır 1 milyon, bu biraz gerçək deyil. Çünki real əməliyyatlar olmalıdır, real imkanlar olmalıdır sənin o 1 milyonluq malı satmaq üçün və s. və ilaxır. Təbii ki, maliyyə mütləq şəkildə planlama məsələsində mütləq şəkildə gerçəyə uyğun bir büdcə planlaması tutmalıdır. Büdcə planlamasını tutduğu zaman təbii ki, işin bütün, həmin işin, həmin biznesin, həmin sənayenin, fəaliyyətin biz SWOT analizi deyirik. Təbii ki, bütövlükdə bu təhlili çıxarılmalıdır. O təhlilə uyğun müəssisənin mövcud imkanlarınla büdcəsi müəyyən olunmalıdır. Təbii ki, hədəfləri müəyyən olunmalıdır və o hədəfə uyğun büdcə tutulmalıdır. Gerçək büdcə tutulmalıdır. Və ümumiyyətlə biz həmişə mənim öz təcrübə və oxuduqlarımdan belə qənaətə gəlirəm ki, qoyulmuş bir plan, yəni proqnoz və yaxud da gələcəyə qoyulmuş bir planlaşdırma mütləq şəkildə dövrün sonundakı faktla müqayisə olunan zaman, əgər bu belə deyək də planlama düzgün qoyulursa və düzgün yanaşılırsa, 10% keçməməlidir fərq. Əgər burada 10%-dən artıq bir fərq yaranırsa planlamada, məsələn siz qoymusunuz, örnək olaraq şərti deyirəm, kommunal xərcləri bölmüsünüz ki, bu il ərzində 50 min manatlıq kommunal xərcimiz çıxacaq və bu ilin sonunda 30 min çıxırsa və yaxud da ki 70 min çıxırsa, demək sənin qoyduğun büdcə planlaması düzgün rəhbərliyə informasiyanı verməyib və rəhbərlik də o informasiyanın əsasında düşün ki, müəyyən bir qərarlar verir. Deməklə çıxır ki, o nəzərdə tutub ki, bir 50 minlik kommunal xərc, amma sonda 70 çıxanda, demək həmin adamın o dövr ərzində verdiyi qərarlar biraz düzgün olmayacaq bir qərarlar ola bilər. Çünki o 50 minə fokuslanmış bir qərar verir. Ona görə büdcə planlaması daha çox gerçəkliyə, həqiqətə uyğun olmalıdır. Burada maliyyəçi bəzən gəlir və xərclərdə çəkinir. Məsələn, maliyyə büdcə planı tutulduğu zaman maliyyəçi özünü sığortalamaq üçün xərcləri daha artıq göstərməyə çalışır ki, gələcəkdə birdən belə olar, daha çox olar və yaxud da gəliri daha az. Amma bu əslində qorxu olmamalıdır. Sən əgər düzgün real təhlil aparıbsansa və ehtimal elədiyin gələcək gəlir və xərclər doğrudan da azı 90%-in üzərində düzgün olmalıdır. Yox, bunu eləməyəcəksənsə, düzgün eləməyib, hansısa bir belə deyək də keçmişə uyğun 5% artır, 10% artır, bunun üzərində eləyəcəksənsə, bu maliyyə planlaması deyil. Ən çox verilən suallardan biri də budur ki, müəllim, maliyyəçinin işləyərkən ən çox qarşılaşdığı çətinliklər nədir? Maliyyəçinin işləyərkən qarşılaşdığı çətinliklər çoxdur. Burada məsələn, maliyyə bilikləri az olan rəhbərlər, məsələn, maliyyə bilikləri qıt olan rəhbərlər, onların ümumiyyətlə rəhbərlərin müəssisənin yaradanının, biznesin sahibinin təfəkkürü, düşüncəsi, yanaşması maliyyəçidən fərqli olur. Onlar daha çox pula meyilli olur. Maliyyə mühasibətdə çalışan şəxslər, maliyyəçilər isə daha çox hadisələrin düzgün qeydiyyatında olur maraqları. Bir çətinliyi bu. İkinci çətinliyi ümumiyyətlə deyək ki, qanunverici tərəfə gedəndə müəyyən qanunvericilikdə tez-tez olan dəyişikliklər. Bu normal bir şeydir, bu dünyanın hər yerində var. Davamlı dəyişir, ələxüsus da bizim kimi ölkələrdə təbii ki, müəyyən yeniliklər, düzəlişlər, korreksiyalar və s. davamlı olacaq. Bu normaldır, amma bu da bir çətinlik yaradır. İkinci, ümumiyyətlə, bir maliyyə rəhbərinin tabeliyində olan işçilərin qıt biliklərinin olması və yaxud da maliyyə sahəsi ən məsuliyyətli sahələrdən biridir. Bu, davamlı şəkildə rəqəmlə işləyir. Təbii ki, rəqəmlə işləyən şəxs mütləq şəkildə qeyd elədiyi bütün işləri daha düzgün aparmalıdır. Çünki hər bir rəqəm bizə bir informasiya verir və o informasiya görə biz addım atırıq.
Sənə verilmiş informasiya yanlış olduğu zaman, sənə və yaxud da rəhbərliyə verilən informasiya yanlış olduğu zaman, bu zaman və maliyyə rəhbərləri də bu işlərin hamısının cari işlərə çox da nəzarət eləyə bilmir. Və mənə görə ümumiyyətlə maliyyə rəhbərlərinin heç də elə bir vizyonu və baxışı çox da geniş deyil. Bax bu tip şeylər, müəyyən obyektiv və subyektiv hadisələr təbii ki, işin gedişatına təsir eləyir. İndi elə şeylər var ki, onlar cari işin əsasında çəkə bilərik misal olaraq. Amma indi o xırdalıqları gedib o dostlarımızı da çox yormaq istəmirəm. Aydındır müəllim. Məncə maliyyə sahəsi bir çox insanda artıq konkret fikirlər formalaşdı. Son sual olaraq maliyyə sahəsini maraqlı edən nədir? Maliyyə Sevdirən sahəsi. nədir? Bir də belə deyim, maliyyə seçəcək insanlara ən vacib tövsiyələriniz nədir? Maliyyəni seçən şəxs buna biz elə əvvəldən təxmini bir informasiya verdik ki, kimlər maliyyəni seçə bilər. Amma mən mühasibatlıq sahəsi, maliyyə sahəsinin üstünlüklərini onda gördüm ki, ümumiyyətlə bəzən deyirlər gələcəkdə müəyyən ixtisaslar itəcək, yox olacaq. Amma nə ki dünyada pul, kəmiyyət, miqdar, alış, satış, ticarət varsa da mütləq şəkildə burada hətta bu şeylər virtuala çevrilsə də belə, yenə də bu işi görəcək şəxslərə ehtiyacımız var. Bir. İkincisi, yaxşı maliyyə mühasibatlığı seçən şəxslər gələcəkdə çox rahatçılıqla iş tapa bilər. Yəni yaxşı seçən şəxslər demək, öyrənən şəxslər deyək. Bu sahəni yaxşı səviyyədə öyrənən şəxslər çox rahatçılıqla iş tapa bilər və deyərdim ki, orta Azərbaycan bazarında məsələn yaxşı maliyyə mütəxəssisləri digər sahələrdən daha çoxdur, say olaraq daha çoxdur. Çünki xırdasından tutmuş böyüyünə kimi bütün müəssisələrdə mühasib lazımdır, maliyyəçi lazımdır. Təbii ki, indi maliyyəçi olmasa da ən azı mühasib lazımdır. Deməklə çıxır ki, bu işin tələbatı çoxdur ölkədə. Ona görə düşünürəm ki, bu sahənin üstünlüyü mənə görə odur ki, bu sahəni seçən və bu sahədə öz karyerasını qurmaq istəyən bir yol xəritəsi olan ki, mən 5 ildən sonra hansı bilikləri öyrənməliyəm, 5 il ərzində nə kimi şirkətlərdə çalışmalıyam və bu tip bir hədəfləri olan şəxs əminəm ki, gələcəkdə çox yaxşı karyera və maddi imkanlar qazanacaqdır və bunun ən üstün tərəfi mənə görə budur. Təşəkkürlər Namiq müəllim sizin bu xoş suallarınız üçün. Sizi bu gün burada görməmək xoş oldu. Təşəkkürlər. Sağ olun. Növbəti inşallah qismət olursa görüşlərdə. Əziz izləyicilər, mühasibatlıq və maliyyə haqqında artıq sizə fikirlər formalaşdı. Yəni dəyərli qonaqlarımız sayəsində. İndi isə biz artıq bugünkü danışacağımız sonuncu sahəyə gəlib çatdıq. Bu sahə auditdir. Bugün audit haqqında danışmaq üçün qonağımız ölkə ərazisində tanınan audit, maliyyə hesabatlarının təhlili, risk və risklərin idarə edilməsi sahəsində peşəkar olan Rüfət Əliyevdir. Rüfət müəllim, bu gün sizi burada görmək mənim üçün xoşdur, həmçinin izləyicilərimiz üçün də. İstəyərdim sizi bir yaxından tanıyaq, daha sonra müzakirəmizə keçək. Bütün izləyicilərimizi salamlayıram. Öncəliklə təşəkkür edirəm dəvətiniz üçün. Hərçənd çəkilişdən qabaq da qeyd elədik. Səhhətimizlə bağlı olaraq biraz nasazlanmışdıq. Amma söz vermişdik deyə gəldik və xoş oldu. Qeyd elədiyiniz kimi maliyyə hesabatlarının təhlili, risklərin qiymətləndirilməsi, fırıldaqçılıq halları olsun, əməliyyat riskləri olsun, bunlarla bağlı demək olar efirlərdə, radio və sair mövzularda biz ekspert kimi çıxış edirik. Təqdim elədiniz Rüfət Əliyev, Audit and Consulting MMC-nin direktor auditoruyam. 2018-ci ildən Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüyük və o vaxtdan bu vaxta qədər peşəkar audit fəaliyyəti ilə məşğuluq. Qeyd elədiniz, audit mühasibə ilə maliyyə arasında bir, belə deyək də, körpü kimi bir şeydir. Amma əslində bu karyera iyerarxiyası kimi baxanda, nərdivan kimi baxanda mühasibatlıqdır, baş mühasibatlıqdır, maliyyədir, maliyyənin sonu gəlib auditə çıxmaq mövzusudur. Çünki biz auditor olaraq işlərimiz elə mühasibləri və maliyyəçilərin işlərini yoxlamaqdan ibarətdir. Amma ümumilikdə baxanda, yəni ölkədə, yəni belə baxanda auditlə bağlı biraz mənə görə hələ də inkişaf mərhələsindədir. Ona görə auditlə bağlı istər sahibkarların
düşüncə tərzindəmi deyək, burada yəni hamısını nəzərdə tutmuruq. Və yaxud da mühasibə və maliyyəçilərin auditorlara yanaşmasında hələ ki təzadlar var. Hələ ki təzadlar var. Ümid edirik auditor fəaliyyəti inkişaf elədikcə bu məsələlər öz yerlərini tutacaq. İnşallah deyə müəllim. Mən niyə görə dedim bu sözü? Çünki audit həm mühasibatı daha yaxşı bilir, həm də maliyyəni. Bəli, bəli. Yəni iki sahəni birləşdirən məlumatları demək olar audit daha çox bilir o sahələrdə. İndi isə məncə izləyicilərimiz üçün də sizi tanımaq xoş oldu. Həmçinin mənim üçün də. İstəyərdim özümün araşdırdığım gənclərin və digər insanların, həm abituriyentlər də daxildir bura. Bu sahəni seçərkən yəni ağıllarında yarana biləcək suallar var. İstəyərdim ilkin sualdan başlayım. Digər qonaqlarımıza da ilkin suallar eyni vermişdim ki, məsəl üçün kimlər mühasibə ola bilər, kimlər maliyyəçi ola bilər. Eyni sualı sizə də vermək istəyirəm. Kimlər yəni audit ola bilər? Yəni hansı keyfiyyətlər vacibdir həmin insanda ki, audit olsun? Tamam, maraqlı sualdır. Mənə görə hər kəs audit ola bilər. Amma, yəni burada mötərizə açırıq. Yəni analitik bacarığı olan şəxs olmalıdır. Yəni bunun iqtisadi təhlili və sair mövzuları mənə maraqlı deyil. Adam sıfırdan istəsə mühasibatçılığı öyrənə bilər, maliyyə hesabatlarını da öyrənə bilər və audit olmaq üçün dediyim kimi analitik qabiliyyəti olmalıdır. Təhlil bacarığı olmalıdır. Bundan başqa, yəni dürüstlük, əminlik, riski sevməlidir. Və özünün belə deyək, biz ona duyum deyirik, zamanın nəbzini duymaq misalı. Yəni adamın öz duyumu olmalıdır. Öz duyumu olmasa o işlərin içində itib batar. Yəni mən bunu daha çox misal üçün adi cinayət halları ilə bağlı işlərdə görürəm ki, bəzən müştəri çağırıb elə təqdim edir ki, siz elə bilirsiniz ki, qarşı tərəfdəki adam canidir, cinayətkardır, dəhşət bir adamdır da, yəni. Amma işin içinə düşəndə, biraz şəxsi mülahizələrinizi işə salanda baxırsınız ki, əslində bu bir manipulyasiya idi. Yəni sahibkar əslində olmayan şeyləri danışır sizə və yaxud da ki, özünü dolayısıyla yazıq deməyə zərər çəkmiş kimi göstərmək istəyir. Halbuki baxırsan ki, düzdür, o tərəfdə də müqəssir var. Yəni yeyinti eləyən, mənimsəmə eləyən var. Amma məbləğ o deyil də. Məbləğ o deyil. Amma bunu yəni auditor saf olsa, özünün düşüncə tərzi olmasa, qabiliyyəti olmasa, artıq nə olacaq? Avtomatik olaraq sahibkarın verdiyi bilgilərdən yola çıxacaq. Burada saxta sənədlərin ötürülməsi olsun, manipulyativ fikirlərin söylənməsi olsun. Bu artıq sizi nə edir? Çaşdıracaq. Və siz sağ belə bir rəy yaza bilərsiniz ki, doğrudan da lazım olmadığı halda başqa bir adamın belə deyək, gələcək həyat müqəddəratını həll edə bilərsiniz mənfi mənada. Ona görə kimlər ki, analitik bacarıqları var, kimlər ki, risklərlə bağlı belə deyək, uyğunluğu var, uyğunlaşması var, çətinliklərdən qorxmur və kimlər ki, sərbəst qərar verə bilir. Auditorun işi istər maliyyə hesabatlarının audit olsun, istər auditlə əlaqəli digər xidmətlər olsun, auditor şirkətdən kənar şəxsdir. Misal üçün, biz cinayət işlərinə bağlı elə bir hal olub ki, təhdid almışıq. Yəni bu işə siz girsəz belə olar, elə olar. Ya bundan qorxacaq adam, mən indi kim audit olmaq istəyir, onu qorxutmaq istəmirəm. Yəni zaten auditor sektorunda da hər kəs cinayət işlərini görmür. Misal üçün 200-dən çox auditor var, bildiyim qədər 300-ə yaxındır hətta. Çünki bu il imtahanda da mən iştirak edəndə gördüm ki, yenə audit alınan şəxslər oldu. Sərbəst və hüquqi şəxslərlə biri təxminən 300-320 nəfərlik auditor kontingenti var. Siz desəz ki, olan hamısı maliyyə cinayətlərinə bağlı yoxlamalara gedir, mən deyəcəm yox. Hətta bəlkə də biraz da belə deyək də danışsaq, qeyd eləsəm, barmaq sayı şəxslər tapa bilərsiniz ki, misal üçün cinayət hallarına baş qoşurlar. Bəs müəllim belə deyək, yəni başa düşdüm sizin fikrinizi. Amma bəzi gənclər 4 il oxuyur universitet. Həmçinin kurslara da gedirlər, proqram kurslarıdır, xarici sertifikatlardır. Amma iş tapa bilmirlər. Yəni hardasa ya boşluq verirlər, ya da həmin audit sahəsinə aid deyillər də, yəni özlərini tapa bilmirlər. Sizcə bu gənclər niyə görə yəni bu sahədə iş tapa bilmirlər? Bu təzad ölkədə çoxdan var. Hətta bizim də universitet oxuyub bitirdiyimiz vaxtlardan götürəndə tək-tük halda, tək-tük deyəndə ki, yüksək bal toplamış şəxslər var idi ki, o vaxtı bizdə sabah qrupları var idi, misal üçün. Ora düşən yoldaşlar xaric, digər adamların iş tapması çətin olurdu. O da niyə olurdu? Yüksək bal toplamış şəxsləri fokuslanırdı böyük şirkətlər. Onlardan təcrübəsi kimi götürürdülər. Yəni o təcrübəsinin üzərində də işlədikcə artıq onlar dolayısıyla universitet qurtaranda artıq orada iş yeri bərpa olunmuş kimi olurdu.
Düzdür, orada bəzi mərhələdə hərbi xidmət məsələsində mən bu bəy cinslərini nəzərdə tuturam. Hərbi xidmət mərhələsində biraz qırılma olurdu öz yerində. Amma yəni orta statistik bir Azərbaycanlı kimi mən də universitet oxumuşam. Universiteti qurtaranda hardasa %100 bir işim garantim olsun, belə bir mövzum olmuyor. Və mənə görə misal üçün mən bir dəfə çəkilişdən qabaq sizə qeyd elədim, vaxt ikən təlimçi olmuşam. Yəni təsəvvür edin ki, mən bir dəfə təlimdə soruşurdum müdavimlərdən ki, kim nəticəli nədir, nə deyil. Yəni mənlə paralel universitet oxuyub məşhur universitetlərdən birini qurtarmışdı. Adam bizə gəlmişdi, məndən maliyyə mühasibatı öyrənirdi. Mən onda oturub fikirləşirdim ki, yəni çox maraqlıdır da, yəni mənim özüm üçün ki, mən bununla müqayisədə az bal toplamışam. Bu çox bal toplayıb. Amma mən onun artıq təlimçisiyəm. Yəni bu məsələlər universitet oxuduğunuz universitet olsun. Yəni bunu bütün indi sizdə bildiyim qədər tələbə kontingentidir. Oxuduğunuz universitet sizi diskomfort eləməli deyil. Oxuduğunuz ixtisas da sizi diskomfort eləməli deyil. Sadəcə zamanın nəbzini tutmaq lazımdır ki, hansı sahədə iş perspektivləri daha çoxdur və ora getmək üçün nələr edeyim, bu başqa məsələ. Amma universiteti qurtarıb işə düzəlmək deyilən bir şey mümkün, nə mənada mümkün deyil. İndi bəzən dinləyicilər etiraz edə bilər. Bu mənada ki, yəni universitet bizə praktiki təcrübə vermir. Və mən misal üçün universitetlərimizdə keçən dərslərin də bir çoxunu əleyhinəyəm. Mən beynəlxalq iqtisadi münasibətlər qurtarmışam, amma orada fəlsəfə keçmişik, psixologiya keçmişik və bu fəlsəfə və psixologiyanın tarixi olub. Halbuki mən beynəlxalq iqtisadi münasibətləri qurtaranda mənə iqtisadiyyatın psixologiyasını keçmək lazım idi. Mənə iqtisadiyyatın fəlsəfəsini keçmək lazım idi. Mənə ümumi Freyd, o birisi niyə maraqlı olmalıdır ki? İqtisadiyyatda psixoloji olaraq mən hansı qərarlar verəndə nə etməliyəm, mən onu keçirməli idi. O keçilmir universitetlərdə. Və hələ indi bu qədər təhsil inkişaf edir, qayğılar artır təhsillə bağlı. Tələbələr, məsəl üçün, mən sevinirəm, gənclər var ki, bir yerdə durmurlar. Oxuyurlar, beynəlxalq sertifikatların arxasınca gedirlər və s. axır. Amma misal üçün, bizdə bu Auditorlar Palatasında ixtisas artırma kursu var idi, assistentlərlə bağlı. Mən ora təlimçi kimi qatılmışdım. 70% Big Four-un uşaqları idi. Assistentlər, orada iştirak edənlər. Sadəcə maliyyə hesabatları hansı ardıcıllıqla hazırlanır sualı verdim. Bir nəfər cavab verdi. Bir nəfər cavab verdi, hansı ardıcıllıqla hazırlanır. O da yoxladım ki, F3 alıb, F7 alıb, bu cür yoldaşdır. Adi maliyyə hesabatları hansı ardıcıllıqla hazırlanır, bunu bilən yoxdur. Və yaxud da hazırda ölkədə bunun təzadı var. PMS sertifikatı deyirlər, peşəkar mühasib sertifikatı 1-2 məsələsi. Yəni bir çox peşəkar mühasiblər var ki, bunun əleyhinə də danışırlar, leyhinə danışanlar da var. Məsələn, adam var idi, keçən dəfə biz bu martın 1-i vergi zirvəsi və mühasibatlıq zirvəsi olacaq forum. Orada dedi ki, misal üçün biz PMS almış yoldaşı götürmüşük, layihəni veri idarə edə bilmir. Nəzəriyyə bir yerə qədərdir. Düzdür ki, mühasibat, maliyyə, əlaqədə audit davamlı mütaliənin üzərindədir. Davamlı oxumaq lazımdır. Davamlı oxumayanda bunun axırı yoxdur. Çünki adi vergi məcəlləsi bu və ya digər formada bizdə tez-tez dəyişir də, yəni maddələr zamana, məkana uyğunlaşmaq baxımından. Bunu davamlı təhlil eləməsə, oxumasa, qırılacaq hardasa. Bu mənada mən tələbələrə tövsiyə edərdim ki, təcrübə üçün baş qoşsunlar özləri. Hətta indi reallıq var. Mən yoldaşlar məsləhət alanda deyirəm, əgər səndən evdə çörək pulu istəyən yoxdursa, evdə valideynlər səndən iş gözləmirsə, sən get pulsuz da olsa təcrübələrə qoşul. Amma təcrübələr necə tapa bilərlər? Yəni universitet belədir ki, 4-cü kursun sonunda göndərir. Yəni gənc də axtarır. Mən görmüşəm çox insanda. Yəni onlayn axtarırlar və yaxud da yaxınlarına müraciət edirlər, yenə də tapa bilmirlər. Siz nə məsləhət görərsiniz? Yəni daha yaxşı, daha tez tapa bilsinlər. Mənə elə gəlir ki, elementar baxın, saydım bir 300-ə yaxın auditor şirkət dedim də mən. Yəni sərbəst auditor daxil. Bunlardan bir-bir hamısının qapısını döymək lazımdır. 10-cu, 15-cidə alınmırsa həvəsdən düşmək lazım deyil. Əgər o hədəf qoyubsa ki, auditor olacaq, bu bir auditorun yanından getməlidir. Yəni onun yanından gedib çıxmasa praktikadan variantı yoxdur, sıfır olacaq. Mən hətta 2018-ci ildə audit adı alıb, lisenziyalı fəaliyyətə başlayanda orada buraxdığım səhvlərə indi baxanda gülürəm. Gülürəm ki, yəni doğrudan da mənə kimsə, mən hətta bunu ixtisas artımında assistentlərə deyirəm ki, yəni bizə bu cür təlimi keçib belə deyək də döyüşə buraxmamışdılar. Biz ondan öyrənirdik, bundan öyrənirdik, internetdə araşdırma aparırdıq. İndi süni intellekt deyilən bir şey də var əlimizdə. Yəni bütün sənəd formalarını nə deyirsə çıxarsın versin sizə. Yəni auditor ilk gedib hansı bir işi görməlidir. Onunla bağlı sənədlər də deyim versin sizə.
özünüzü nümunəvi halına salın, özünüzü düzəldin, məsələn deyir. Yəni indiki gənclər üçün şərait oxumaq baxımından çox qəşəng şəraitləri var, imkanları var. Bu bir mənalıdır. O başqa bir tərəfidir. İndi siz təsəvvür edin ki, bizim vaxtımızda 50 dənə auditor var idi. Biz 50 auditordan hansının qapısını döyüb orada təcrübə keçə bilərdik. Sizdə artıq 300-dür. Bu mənada sadəcə hədəfli. Bir də bir yaxşı ibarə var. Davamlı az əməl arada bir olan çox əməldən faydalıdır. Yəni davamlı olaraq eyni şeyi görmək, yəni onun üzərində işləmək daha çox belə deyə fayda verəcək. Nəinki arada bir birdən-birə gəlirsiniz, audit kitabı açın, birdən-birə oxuyun, nəsə olacaq. Belə deyil. Davamlı auditlə bağlı kim ki audit olmaq istəyir, auditor olmaq istəyir, davamlı auditlə bağlı addımlar atmalıdır. Bunun bir hədəfi kitab oxumalıdır, nəzəri. Bir hədəfi praktik olmalı. Praktikada da internetdə də sənədlər var. Bu və ya digər formada axırda kimisə tapacaqlar ki, yəni o adam doğrudan da öyrətmək istəyir. Öyrətmək istəyir, öz bildiklərini bölüşmək istəyir. Mən deyək ki, tapdı, yəni gənc tapdı, praktikə keçmək üçün yer. Gedərkən ağlında bir fikir yaranır ki, yəni mən gündəlik nə işləri görəcəm? Universitet oxudum, mən audit bu işləri görür, amma realda bilirsi fərqlidir. Bütün sahələrdə belədir. Bəli. Universitetdə ayrıdır, iş mühitində ayrıdır. Auditin gündəlik işi auditdə çox fərqlidir mövzular. Yəni mühasibatlıqda belədir ki, siz hesablar planını bildiniz, müxabirləşmələri bildiniz, maliyyə hissəsinə gəlib çatanda maliyyə hesabatları yığmağı bacarsınız, davamlı bu işləri görüb işləriniz olur, məsələn. Mən o vergi hissəsini hələ qatmaram. Amma auditdə məsələ nədir? Auditdə müştəri ilə görüşdən tutmuş, müştəri ilə danışıqlara qədər. Məsəl üçün, indinin özündə də mən qınayıcı şəkildə demək istəmirəm. Məsələn, bir çox auditorlar var ki, o prosedurları keçmirlər. Adi müştəri ilə görüşün gündəliyi olmalıdır ki, müştəri ilə bugün görüşüldü, nələr danışıldı, nələr qeyd edildi. Və yaxud da ki, hazırda ölkədə auditə baxış o cürdür ki, 90% audit prosesi formalite aparılır. İndi bəlkə də auditorlar məni qınayacaq bu çıxışdan sonra. Amma reallıq var. Yəni şirkət var ki, müqavilə bağlayırıq, deyirik ki, onsuz da bu pulu verirsiniz. Bizə şərait yaradın, biz girək sizin bütün sənədlərinizi yoxlayaq. Sizə köməklik olaraq. Ola bilər də o deyir çərçivədən kənar baxmaq məsələsi var. Adam var deyir ki, yox mən mühasibimdən razıyam. Və ölkədə də ən qlobal problem nədir? 99% şirkətlər vergi yönümlü işləyir. Vergi ilə problemi yoxdursa, elə bilir hər şey qaydasındadır. Amma sabah maliyyə olsun, digər qurumlar olsun, gəlib maliyyə mühasibat çotu baxımından, sənədləşmə baxımından elə bir problem tapa bilər ki, yəni cəriməni yığıb yığışdırmaq olmaya bilər. Biz bunu danışdıq mənim Elsəvər müəllimdən ki, yəni gənclərin, ümumiyyətlə işçilərin, belə deyim də, mühasiblərin çoxsu 70-80% təzə başlayanlar 1 ildir və yaxud da 2 ildir. Maliyyə hesabatlarını bilmirlər. Ancaq vergi hesabatları və yaxud da daxili mühasiblik, maliyyə hesabat deyəndə elə durub baxırlar. Reallıqdır da bu. Ona görə boşluq hardadır? Misal üçün, mən hansısa bir yoldaş soruşanda ki, mən nə öyrənim iqtisadiyyatla bağlı, deyirəm ki, Azərbaycan Respublikasının vergi məcəlləsini öyrən, davamlı işin olacaq. Çünki bizim ölkədə sahibkar vergiyə fokuslanır. Vergini yaxşı bilən adamların həmişə işi olur. Əgər biz minimaldan danışırıq. Artıq bu adam istəyirsə ki, məsəl üçün maliyyətçi olsun, idarəedici şəxs olsun. Maliyyə hesabatlarını bilməyən adam necə idarəedici şəxs olacaq? Bəlkə mühasib onu orada aldadır. Bəlkə mühasib ümumiyyətlə səhv eləyib. Artıq oradan sonra da fikirləşəndə ki, bu auditor olmalıdır. Yəni, auditorda siz bayaq əvvəldə də qeyd edirsiniz ki, ən azı bunlardan çox bilməlidir. Mən amma ölkədə baş mühasib tanıyıram, maliyyətçi tanıyıram ki, auditorlardan çox bilirlər. Bu normaldır, yəni o da getmək istəsə auditor olmaq ola bilər, bu ayrı tərəf, ondan danışmırıq. Amma auditor ən azı getdiyi yerdən çox bilməlidir. Getdiyi yerdən çox bilməsə kimin səhvini tapacaq? Heç. Lap səhv yoxdur, hər şey qaydasındadır. Necə əmin olacaq? Ona görə ən azı oradakı mühasibdən, maliyyətçidən bir addım da olsa yuxarı olmalıdır auditor. Bu mənada məsəl üçün auditorların işi çətindir. Bu mənada da həm də ki davamlı mütaliə. Zaten o sferalarda da mühasibatlıqda, maliyyədə davamlı mütaliə var, oxumaq var, inkişaf var. Amma auditorda bu daha çox olmalıdır. Yəni bir sözlə özgüvən də olmalı ki, yəni mühasib sənə desə ki, yox sən səhv baxırsan, sən ona elə cavab verməlisən ki, o səninlə razılaşsın. Ki, hə, bəli, burada boşluq var, bunu düzəldilməlidir və sair belə işlər. Mövzu biz necədir? Mən misal üçün praktikada soruşmuşdum bir-iki yoldaşdan ki, görmüşdüm hansı şirkətdə ki, maliyyəçi və s. axı güclüdür məsələndə. Hətta olur ki, deyirdi maliyyə hesabatlarını zaten şirkət hazırlayıb verir.
Məsələn, o auditorun görəcəyi şey elə sadəcə rəyini gözləyir ki, rəyini yazsın, versin. Özü izah edir ki, bax burada budur, burada budur, burada budur. Mənim rəyimi yaz, müsbət rəyimi ver, bitsin. Aydın, aydındır müəllim. İstərəm sizə bir axırıncı sual verim. Ümumi bir sual olaraq. Yəni audit olmaq istəyən insanlara nə tövsiyə edərsiniz ki, yəni aha bu videoya baxdılar, bu videodan sonra rahat iş tapa bilsinlər və yaxud da rahat təcrübə tapa bilsinlər. Yəni nə məsləhət görərsiniz, nə tövsiyələr verərsiniz gənclərə, bütün insanlara? Tövsiyə çox maraqlıdır. Bəzən insanlar bu gün yoldaşlardan birinin çəkilişinə baxırdım. Uğurla bağlı çəkiliş idi. Uğurlu iş adamı. Baxırdım görüm ki, dostum idi o danışanda. Baxırdım görüm o nə danışacaq uğur haqqında. Yəni uğur mənə görə nisbidir. Bəlkə də qıraqdan baxanlar Rüfət Əliyevin karyerasını uğurlu bir formada görür. Amma mən həyat tərzimə görə bu iş həyatımdakı uğurlar mənə maraqlı deyil. Tövsiyə mövzusu da, yəni mən özümü kimlərəsə tövsiyə verəcək bir şəxs qismində görmürəm. İndi bu günə qədər bildiklərimizdən, eşitdiklərimizdən, yaşadıklarımızdan, yəni tövsiyə eləmək belə deyək ki, Ya kurs seçimi ola bilər, məsələn, proqramlar öyrənmək ola bilər. Yəni bunları eləsəniz, yəni məsələn 3-4 il vaxt yox, daha tez müddətdə, daha tez zamanda həm yüksək iş, həm də yüksək maaş deyək də. İndi bir çox Tamam. insan istəyir odur ki, yüksək gəlir əldə dil etsin. bilgisi şərtdir. Bax, auditor olmaq istəyən şəxs üçün dil bilgisi şərtdir. Müxtəlif mühasibat proqramlarını bilmək yaxşı olar. Bax, birini şərt dedim, birini yaxşı olar dedim. Beynəlxalq audit standartlarını öyrənmək. Çünki hal-hazırda Azərbaycan reallığında beynəlxalq audit standartından bixəbər auditorlar da fəaliyyət göstərir. Necə ki, maliyyə hesabatları standartları var, IFRS-lər deyirik biz ona. International Financial Report standartları, Bəli. yoxud da ki, beynəlxalq mühasibat standartları var. Eyni ilə də beynəlxalq audit standartları var. Biz ona BAS deyirik. Məsələn, BAS 200 var, 220 var, BAS 500 var. Biri audit sübutlarının toplanmasıdır. BAS 700 başlayır, 705, 706. Burada audit rəyindən gedir söhbət. Və yaxud da ki, 550 var sonrakı hadisələr, 560 var qarşılıqlı əlaqələr. Yəni BAS-larla bağlı bilməyən adam bu sferaya uğurlu girə bilməz. Mən 2018-dən bu günə qədər işləyirəm. 2025-ci ildə gəldiyim qənaət budur. Hətta indi siz bunu yayımlayacaqsınız böyük ehtimal YouTube-da və Bəli. sair axır. Hətta orada istəsəz əlaqə vasitəmizi də altdan qeyd edin. Nə vaxt istəsə, kimsə istəsə ki, nə məsləhət alın, necə alın praktik olaraq biz onu da köməklik eləyərik. Bax, uyğun olan materiallar da bölüşərsiniz. Yəni nələri öyrənsinlər, hansı sertifikatlar alsınlar, hansı Bilməli proqramlar olaraq. alsınlar. Və yaxud da universitet seçəndə bax, bunlara diqqət edəsin abituriyentlər. Mən məsələn günü bu gün fikirləşirdim ki, misal üçün mənim magistr təhsilim yoxdur. Fikirləşirdim mən universitetlərə dolayısıyla magistr təhsilimi bərpa edib universitetə müəllim olaraq qoşulmaq. Nəyə görə? Çünki mən özüm keçdiyim çətinlikləri istəmirəm kimlərsə keçsin. Mən misal üçün audit olana qədər hansı proseslərdən keçmişəm. Əgər bunu insanlara, gənclərə daha çox vermək tövsiyə olunursa, yəni daha yaxşı şərait yaratmaq olursa, bu baxımdan bir müddət fikirləşirdim ki, heç olmasa həftədə bir dəfə dərs götürüm, universitetə gedim. Hətta biz misal üçün indi Ramazan ayını gözləyirik. Ramazan ayı bitəndən sonra aprel ayında beynəlxalq audit standartlarına bağlı təlimləri bərpa etmək istəyirəm və yaxud da sırf başqa bir təlim qoymaq istəyirəm, maliyyə hesabatlarının auditi. Bu ayrı təlim olsun, beynəlxalq audit standartlarının təlimi də ayrı olsun. Keçən dəfə audit yoldaşlardan biri məndən soruşurdu ki, buna ehtiyac varmı? Özünə sadəcə sual verdim ki, filan nömrəli standart nədən bəhs edir? Dedi, bilmirəm. Dedim, tək auditorların özlərinə maraqlı olsa, gəlib ora qoşulacaqlar. Hələ bu gələcəkdə audit olmaq istəyənlər demirəm. Sırf auditorların özləri, yəni qürurlu və s. mövzunu qırağa qoysaq ki, öyrənmək mərhələsi gəlməlidirlər. Ona görə indi inşallah Ramazan ayı gəlsin. İnşallah keçsin. qutarsın müəllim Ramazan ayı. Ondan sonra biz zaman müəyyənləşdirərik. Mən də insanlara çatdıraram. Ayrıca olarsa biz özümüz də bir tədbir kimi deyim, bir çıxış hazırlayarıq və yaxud da insanları çağırarıq, ətraflı müzakirə edərik. Hər öz istədiyi, ağlında yarana biləcəyi suallar verərsə və yaxud da sizlə yanaşı tövsiyə görəcəyiniz şəxslər də orada iştirak edirlər. Müzakirə Olar. edirik də. Yəni ətraflı. sırf efir üçün demirəm mən. İndi biz bir-birimizi qiyabi tanıyırıq, iş tanışlığımız ilə yəni. Aşağı yuxarı Rüfət Əliyevi tanıyan adamlar bilir.
Sırf mövzu gənclər olunca, gənclərə əlindən gələn məsələlər ki, eləmək mövzusu var. Mən canla başla xidmətdəyim. Hətta bu çəkilişdən sonra biz o basları ki qoyacağıq, Bəli. təlim kimi. O qrup yığılıb təlim düzələndə hər dəfə sizə deyəcəm, bir nəfər audit olmaq istəyən şəxs gəlsin orada təmənnası oxusun. Hə, çox gözəl məlumat. Hə, yəni bu mövzuda belə deyək də, mən həyata baxışım biraz fərqlidir. O deyir bildiklərimin zəkatını verməlisən məsələsi. Mənim də baxışım bu cürdür. Mən bu gün bunları eləyəndə fikirləşirəm ki, gələcəkdə də mənim övladlarımın qabağına bu cür şəxslər çıxacaq ki, onlar da onu eləyəcəklər. Başqa bir baxış bucağım yoxdur. İnşallah Ramazan ayı gəlsin. Sırf Ramazan ayına görə istəmirdim salaq. Ramazan ayı gəlsin, keçsin. Apreldə nəzərdə tutmuşuq ki, başlayaq. O zaman dediyim kimi davamlı kontaktda olarıq. Kim audit olmaq istəyir, qoşulmaq istəyər hər qrupa bir nəfər təmənnasız imkanı olmayacaq şəxslərdən bir nəfər gəlsin orada oxusun. Yaxşı olar müəllim. Hələ bundan əlavə biz də gəlib sizə bir real iş mühitində çəkərik. Olar. Orada ətraflı danışarıq ki, məsələn, bax bunlar Bir bunlar müştəri eləsin. ilə danışarıq ki, hansı ki müştəri razı olsa ki, praktiki orada işlər necə aparılır. O zaman gələrsiniz məmnuniyyətlə göstərərik ki, müştəridən maliyyə hesabatı analizi ilə bağlı data məlumatları necə toplanılır. Orada risklərin qiymətləndirilməsi var, əhəmiyyətli riskləri var. İndi biz efir vaxtını nəzərə alaraq bu mövzulara girmirəm. Başqa vaxtda da ehtiyac olsa xidmətinizdəyik. Oldu müəllim. Təşəkkürlərimi bildirirəm. Var Bu qədər olasınız. dəstək olduğunuz üçün. Hələ Həm- bir şey eləməmişik, eləyək sonra. Yo, elə burada iştirak eləməyiniz məncə bir çox insana Tamam, təşəkkürlər. dəstəkdir. Təşəkkürlər. Yəni bir çox insan artıq ağlına yaran sualları cavab tapdı. İndi sizə çıxsalar ki, biz müəllimlə necə əlaqə saxlayaq, Qeyd rahatlıqla nömrəni eləyəcəm verin. müəllim. Rahat olun. Bacardığımız qədər yol xəritəsi, strateji yol xəritəsi kimi baxaq da bu karyera inkişafında. Sırf audit olmaq istəyən şəxslərə. Yəni məni narahat eləməyəcəklər, mənə bir sıxıntı yaratmırlar. Bildiklərimizi ötürəcəyik ki, bunu belə eləyin, davamlı olaraq yolu belə tutun. İnşallah yaxşı auditlərdən biri olar. İnşallah müəllim. Sizi bu gün burada görmək mənə xoş oldu. Var Həmçinin olasınız. məncə izləyicilərdən daha çox oldu ki, həm məlumat verdiniz, həm yol belə xəritəsi çəkdiniz sizdən ki, yəni hardan başlasınlar, nələr əldə ediləsinlər və sonu necə olacaq, artıq məncə bildilər çox insan. İnşallah növbəti görüşlərə qədər müəllim. Sizi bu gün burada İnşallah. yenə bir daha demək istəyirəm ki, görmək xoş oldu. Təşəkkürlər. Təşəkkürlərimi bildirirəm. Sağ olun. Var olasın. Növbəti Minnətdaram. görüşdə görüşənə qədər. Sağ olun. Sağ olun. Bugünkü müzakirəmiz də burada sona çatır. Bu gün sizinlə mühasibatlıq, maliyyə və audit sahələrinə toxunduq. Bu sahənin peşəkarları olan Elsəvər müəllim, Namiq müəllim və Rüfət müəllimdən bir çox suala cavab tapdıq sizinlə bir yerdə. Ki artıq seçim eləyərkən, yəni bu sahələri həm ki düzgün seçim eləyə bilək. Bundan əlavə sizə belə bir şey demək istəyirəm ki, bu sahələr haqqında danışdıq. İndi başqa sahələrdə də danışacağıq bundan sonrakı çəkilişlərdə. Siz düzgün sahə seçə bilərsiniz, düzgün ixtisas seçə bilərsiniz. Amma orada sizin inamınızdan da çox şey lazımdır. Yəni özünüzə inam tapmalısınız ki, mən bu sahədə bacaracağam. Yəni əminliyinizi ortaya qoymalısınız. Düz uğursuzluq olacaq. Yəni elə götürsək uğursuzluğa nümunə kimi mənim bu çəkişimi ilk başlamaq istəyəndə universitetdən başlamaq istəyirdim. Yəni ilk universitet çəkişi, universitetdən sonra ixtisaslar. Amma alınmadı, yəni universitet. O da başa düşülən bir hal idi. Yəni mən rektorla danışıb fikirləşirdim ki, sizə universitetin necə bir yer olduğunu, yəni göstərim. İnşallah bundan sonraki çəkilişlərdə sizə o çəkişimi eləyərəm. Amma özümdə inam itirmədim. Yəni dedim ki, mən bacaracağam. Bax indi hal-hazırda özümdə də biraz həyəcan var. Çünki bu cür peşəkar insanları bir yerə toplamaq həm uzun vaxt aldı, yəni bir ayımı. Bir aydan daha çox vaxt idi. Həm də yerin tapılmağı, veriləcək sualların tapılmağı. Çünki bəzi sahələr mənə yatdı. Özüm mühasibatlıqda bir müddət işləsəm də audit və maliyyə mənə biraz yatdı. Araşdırmalar elədim. Yəni ki, insanların nə çətinliyi var, nələri öyrənmək istəyirlər, nələr bilmək istəyirlər. Bu da mənim uzun bir vaxtım aldı, amma mən belə fikirləşirəm ki, dəyərdi. Bundan sonra da davam edəcək. Bundan əlavə istəyərdim ki, sizə belə bir məsləhət verim ki, kurs seçimi edərkən düzgün kurs seçimi edəsiniz. Yəni vaxtınızı itirməyəsiniz. Niyə görə deyirəm? Bax, Elsəvər müəllimlə də müzakirə elədik. Yəni 30 saata, 1 ay yarıma və yaxud da 2 aya, 3 aya peşəkar mütəxəssis yetişdir adlı ilə kurslar açılır. Yəni siz məsələn bu sahədə peşəkar eləyəcək.
Amma yalandan başqa bir şey deyil. Çünki siz ən azı 1 il və yaxud da daha çox bu sahə üzrə, yəni həm işləyəsiz, praktiki, ən vacib praktikadır. Praktiki biliyiniz formalaşar, ondan sonra siz artıq o sahə üzrə peşəkarlaşarsınız. Hə, yaxşı kurs deyəndə var. Bəli, yaxşı kurslar var ölkə ərazisində. Yəni onları da çəkilişlərini eləyəcəyik, onları da ortaya çıxardacağıq ki, siz seçim eləyərkən o kursları nəzərdə yetirəsiniz. İndi bir çoxunuz deyə bilərsiniz ki, bu video biraz motivasiya xarakterlidir. Əslində motivasiya vermək deyil sizə fikrim. Yəni sizin özünüz istəyirəm ki, tapasınız aid olduğunuz yeri. Həmçinin mən də özümdə. Motivasiya videoları artıq ölkəmizdə bilirsiniz ki, çoxdur da. Yəni hər kəs deyir ki, bax, nə bilim, onlayn ticarətdən deyirlər ki, pul qazanırıq. Yəni SMM-dir. Biz bir ay yarım gəlin bizim yanımıza və yaxud 2 ay gəlin, sizi yetişdirək, daha çox gəlir əldə eləyin. O da əslində biraz götürəndə yalandan ibarətdir. Niyə görə? Çünki ən yüksək gəlir əldə etmənin birinci qaydası odur ki, öyrətməklədir. Yəni bir şey öyrətsən, daha çox gəlir əldə edəsən. Onlar da ondan istifadə edirlər. Çünki niyə əziyyət çəksinlər ki, getsinlər məsələn onlayn ticarət götürək də belə deyim. Məhsul araşdırsınlar, onun reklamıdır, onun digər xərcləridir, yəni satışıdır və yaxud SMM. Gedib müştəri tapmaqdır, müştəri ilə əlaqəyə keçmək, müştəri razı salmaq, bu uzun çəkən zamandır. Ondansa yəni gənclərə və yaxud da iş axtaran insanlara məsələn 1 ay, 2 aya öyrədib, gəlir əldə edib, ondan sonra nə istəyirsiniz, yəni olsun da. Demirəm SMM pisdir və yaxud da onlayn ticarət. Bu sahədə uğur qazanan insanlar çoxdur. Lap bir gün qismət olar, onları da sizə çəkib göstərəcəm. İstəyirəm ki, artıq fikirlərimi sizə çatdırdım, istəklərimi. Biraz həyəcan var, istəyirəm onu da başa düşərsiniz. Çünki ilk çəkişimdir, yəni o da olan haldır. Növbəti sahədə istəyirəm mən sizə inşaat mühəndisliyi, dizayn və memarlıq haqqında danışam. Ondan sonra real iş mühətinə keçəcəm. Yəni elə ola bilər ki, mühasibatlıqla real iş mühətinə başladım. Mühasibatlıq, maliyyə və audit. Yox, əgər siz istəsəniz ki, başqa bir sahə olsun, o sahə haqqında çəkiş eləyəcəyik. Yəni məsələn deyə bilərsiniz ki, bax bu 3 sahə bir-birinə yaxındır. O sahələri çəksəniz daha yaxşı olar da, yəni növbəti çəkişdə. Yəni nə qədər çox hansı sahə yorum yazsanız, yəni fikrinizi bildirsəniz, mən o sahəni sizin üçün çəkəcəm. Bu günlük də bu qədər. İnşallah növbəti görüşdə görüşənə qədər özünüzdən müğayət qalın.